Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün aprel ayının 11-i, həftənin cümə günüdür və bu dəqiqə olan bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. Sabit hava şəraitindən bağlı sinoptiklərin məlumatı var. Məlumatda qeyd olunur ki, hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan əlverişsiz hava şəraiti aprelin 12-sinə qədər davam edəcək. Yəni sabaha qədər. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, qaydalara ciddi riayət etməyi xahiş edir. Sürücülərə yağışlı və küləkli havalarda sürət həddini hava şəraitinə uyğun seçmək, qəfil manevri və ya kəskin tormozlamadan çəkinmək, zəruri olmadan ötmə əməliyyatı aparmamaq tövsiyə olunur. Qoşqulu, tentili, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri isə küləkli havada daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Nəqliyyat vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edilərkən qapalı məkanlara üstünlük verilməlidir deyə Baş Dövlət Yol Polisi İdarəsinin xəbərdarlığında qeyd olunur.